səyahət sığortalarını iki veb sayt üzərindən əldə edirəm. Insure.az və ya Paşa Sığortanın birbaşa öz rəsmi saytından. Insure.azı bir ilkin olaraq sizə izah edim. Daxil olursunuz Insure.az saytına və buradan səyahət bölməsinə keçid edirsiniz səyahət sığortası əldə etmək üçün. Şengen vizasına müraciət edəcəksinizsə və ya Gürcüstana gedəcəksinizsə, belə deyək də, sığorta əldə edirsiniz. Mən ümumiyyətlə istər Türkiyə, istər Gürcüstan, istər də ki, Avropaya səyahət etdikdə hər zaman səyahət sığortasını almağı tövsiyə edirəm. Ehtiyat edin, yaraşıqıdır. Bu sizi doğrudan da xilas edə bilər, başınıza hər hansı bir hadisə gəldiyi təqdirdə. Səyahətimizi gəlin seçək ki, ayın 19-undan, misal üçün səyahət edəcəyik iyun ayının 27-sinə kimi. Şengen vizasına müraciət edərkən sizə koridor günləri götürməyinizi tövsiyə edirəm. Gürcüstan üçün bu prinsipial deyil, amma yenə də götürməyiniz tövsiyə olunandır. 30-15 gün koridor gün götürülür. İndi isə keçid edirik seçimə, səfər zonası və ya ölkəsi. Şengen əraziyə getdiyiniz təqdirdə əlbəttə ki, Şengen seçirsiniz və ya spesifik olaraq Gürcüstan üçün, məsəl üçün ölkə seçə bilərsiniz. Belə olduğu təqdirdə biz birbaşa Gürcüstanı seçirik. Gördüyünüz kimi burada Gürcüstan qeyd edirik. Şengen viza olduğu təqdirdə isə bu Şengeni seçirik. Səyahət mövzusunu seçirik burada. Şengen vizası üçün 30.000 avrodur. Elə Gürcüstan üçün də 30.000 avroluq sığorta almağınızı tövsiyə edərdim. Covid təminatsız, bu daha sərfəlidir və daha ucuzdur. İndi artıq Şengen vizası üçün də Covid təminatı tələbi qoyulmur. Ona görə təminatsız seçə bilərsiniz. Sonra irəli düyməsini basırsınız və başlayırsınız burada məlumatlarınızı qeyd etməyə. Birinci pasport məlumatlarınızı, ondan sonra şəxsiyyət vəsiqəsi məlumatlarınızı daxil edirsiniz. FIN kodunuzu daxil edirsiniz. Adınızı pasportda necə qeyd olunubsa adınızı elə də qeyd edirsiniz. Soyadınızı qeyd edirsiniz. Ata adınızı qeyd edirsiniz. Doğum tarixinizi qeyd edirsiniz. Telefon nömrənizi qeyd edirsiniz. Cinsinizi qeyd edirsiniz. Və sonra irəli düyməsinə basırsınız. 3 addımdan ibarətdir səyahət sığortası alışı prosesi və gördüyünüz kimi deməli, normalda Insure.az bir axtarış platformasıdır və o mövcud bütün səyahət sığortalarını sizə təqdim edir. Çox təəssüf ki, bizə deməli ki, Paşa Sığortanın məlumatını vermədi hal-hazırda, Mega Sığortanı da vermədi. Yalnız qala sığortaya 31 manat deyir. Belə olduğu təqdirdə, yəni normalda siz bunu seçib alış edə bilərsiniz. İrəli düyməsini basıb alırsınız. Amma mən sizə tövsiyə edərdim ki, siz həmçinin də Paşa Sığortada qiyməti müqayisə edib alasınız və budur 31.79. Ona görə mən tövsiyə edərdim ki, siz həmçinin Paşa Sığortaya daxil olursunuz. Burada görəcəksiniz ki, elə Paşa Insurance.az veb saytında Azərbaycan dilində də olmalıdır. Elə birbaşa Azərbaycan dilində onlayn al. Normalda bütün sığortalarda onlayn almaq mümkün deyil, amma Paşa Sığorta bu imkanı yaradıbdır. Paşa Sığortada onlayn al düyməsini basdıqdan sonra səfərin növünü seçirik. Bir dəfəlik səfərdir. Yəqin ki, siz 5 günlük gedirsiniz, 10 günlük gedirsiniz. Burada Şengen ölkəsi seçə bilərsiniz, dünya üzrə seçə bilərsiniz. Gördüyünüz kimi Türkiyə, MDB, Gürcüstan bu siyahıdadır. Biz bu səfərdə Şengen ölkələri seçək və tarixləri qeyd edirik. Məsəl üçün, orada qeyd etdiyimiz kimi iyun ayının elə 19-undan, qayıdış isə iyun ayının 27-si üçün baxmışdıq. Burada turizm seçirsiniz. Getdiyiniz səyahətinizin məqsədi turizmdirsə, doğum tarixiniz artıq burada qeyd olunubdur. 30.000 avro avtomatik olaraq özü sizin üçün verir. Gördüyünüz kimi koridor günləri də öz avtomatik 15 gün verir sizə və davam et düyməsini basırıq. Davam et düyməsini basdıqdan sonra gördüyünüz kimi ən sərfəli qiymət bayaq ki, sığorta daha bahalı idi. Yəni 31.79 idi. Paşa sığorta isə ən sərfəli qiyməti verir və Paşa sığortada gördüyünüz kimi iki paketdən birini seçirsiniz. Standart da seçə bilərsiniz. Premiumun daha çox üstünlükləri var. Bu arada səyahət sığortası bir tək sizin başınıza, yəni hər hansı bir xəsarət halı gəldikdə və ya belə deyək də sağlamlığınıza hər hansı bir ziyan dəydikdə bir təksə dəstək olmur. Eyni zamanda çamadanınız itdiyi təqdirdə də sizə dəstək ola bilər. Məsəl üçün, bagajın itməsi və zədələnməsi halında sizə 300 avro müqabilində təzminat verə bilir. Və hansını seçmək istəyirsinizsə onu seçin. Mən deyərdim 3 manatın söhbətini eləməyin və ən bahalısını seçin. Yəni
yəni premium paketi, davam et düyməsini basırıq. Burada məlumatlarımızı doldururuq və bu qədər dostlar. Ödəniş gördüyünüz kimi 24 manat 88 qəpik. Burada şərtlərlə razıyam düyməsini basırsınız. Davam et edirik. Ümumiyyətlə bu veb-saytlarda yenə də deyirəm sizə, əsas məsələ odur ki, oxuyub, diqqətlə oxuyub başa düşəsiniz bu qədər və ödəniş edirsiniz. Ödəniş etdikdən sonra birbaşa sığorta sizin e-mailınıza gələcəkdir. Xeyirli olsun.